Bəli, dünyanın müxtəlif ölkələrindən minlərlə ekspert, rəsmi və urbanist şəhərlərin dayanıqlı gələcəyini müzakirə etmək üçün Dünya Şəhərsalma Forumunda bir araya gəlib. Bakı regional mərkəz olaraq növbəti dəfə mühüm qərarların qəbul edildiyi bir məkandır. Hazırda forumun keçildiyi yerdə ən son yeniliklər və maraqlı məqamları Ayşən Rəhim izləyir. İndi bir bağlantımız olacaq və bizə oradakı vəziyyəti deyəcək. Necə keçir, nələr gözlənilir, vəziyyət necədir? Ayşən salam, buyurun söz sizdədir. Hər vaxtınız xeyir Murad. Bəli, hazırda dünyanın şəhər gündəmi məhz paytaxt Bakıdan idarə olunur. BMT-nin məskunlaşma proqramı və Azərbaycan hökumətinin birgə təşkil etdiyi Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyasının 4-cü günü artıq öz işini yekunlaşdırıb. Öncəliklə onu vurğuluyum ki, Bakı forum tarixində rekord göstərici ilə yadda qalıb. Belə ki, rəsmi statistikaya və məlumata görə 182 ölkədən 40 mindən çox iştirakçı bu tədbirdə və forumda iştirak etmək üçün qeydiyyatdan keçib. Bizsə hazırda Bakı Olimpiya Stadionunu dünyaya nümayiş etdirən və forumun ən çox maraq doğuran məkanlarından biri olan Urban Expo sərgisindəyik. Düz 3,5 hektar ərazini əhatə edən bu nəhəng platforma Bakı Olimpiya Stadionunu dediyim kimi qlobal nümayiş mərkəzinə çevirib. Qeyd eləyək ki, bu məkan VUF tarixinin ən böyük sərgisi hesab olunur və VUF tarixində ilk dəfə olaraq burada VUF Akademiyası da öz işinə başlamışdı. Biz isə hazırda forumun qeyd elədiyim kimi bugün sərgiyə maraq daha da artıb. Ziyarətçi axınının əvvəlki günlərlə müqayisədə daha çox olduğu müşahidə edilir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr burada şəhərlərin gələcəyinə dair innovativ həllərlə tanış olurlar. Sərgidə 85 ölkədən 260 təşkilat təmsil olunur. 66 ölkə isə öz milli pavilyonu ilə çıxış eləyir. Burada ağıllı şəhər texnologiyalarından tutmuş iqlim dəyişikliyinə, davamlı yaşayış modellərinə qədər müxtəlif layihələr nümayiş olunur. Əlbəttə, Azərbaycanın təqdim etdiyi konsepsiyalar da xüsusi diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma layihələri, ağıllı kənd, ağıllı şəhər və yaşıl enerji zonası modelləri beynəlxalq ekspertlərə təqdim edilir. Azərbaycan postmünaqişə dövründə dayanıqlı və ekoloji şəhər quruculuğunun real nümunəsini nümayiş etdirir. Forum çərçivəsində onu qeyd edeyim ki, əvvəlki günlər kimi bugün də olduqca zəngin keçdi və bir çox vacib və mühüm məsələlər masada müzakirə edildi. Bunlar arasında inklüziv şəhərlər, iqlim və mənzil əlaqəsi, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası kimi vacib mövzular da müzakirə olunur. 17 və 22 may tarixlərini əhatə eləyən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində bugünlük sizə təqdim eləyəcəyimiz ən vacib detallar və məqamlar bunlardan ibarət idi. Hələlik isə söz yenidən studiyadadır. Minnətdaram, çox sağ olun.